Salam, hər vaxtınız xeyir. 20-ci sualın izahına baxaq. Azərbaycanda bitən Qarabağ dağ laləsi, Xəzər zəfranı, Lənkəran zambağının, dəmir ağacı, Eldar şamı, qara cöhrə, saqqız ağacı və azad ağacından fərqi nədir? Bu sualda doğru cavabımız C variantı olacaq, yəni endemik bitkilərdir. Endemik bitki nədir, relik bitki nədir? Bunları aydınlaşdıraq. Endemik bitkilər müəyyən ərazi üçün xarakterik olan bitkilərdir. Yəni həmin ərazidə sırf bu bitkilərə rast gəlinir. Relik bitkilər isə əvvəlki dövrlərdə geniş yayılıb, hal-hazırda müasir dövrümüzdə isə nisbətən az rast gəlinən deməli ağacları nəzərdə tutmaq olar. Biz endemik və relik bitkiləri az da olsa necə fərqləndirə bilərik? Bitkilər endemikdir. Ağaclar isə, iri gövdəli ağaclar isə relikdir. Və torpaq bitki örtüyünü eyni zamanda heyvanlar aləmini qorumaq məqsədi ilə də Respublikamızda qoruqlar, milli parklar və yasaqlıqlar yaradılmışdır. Və doğru cavabımız bu sualda C variantı olacaq.